Salam dəyərli izləyicilər, mən İnqilab Şirinli, 35 nömrəli Kəlbəcər rayon tam orta məktəbin müəllimi, eyni zamanda tel aparıcı. Mən bugün əslində çox acınacaqlı bir vəziyyətdən söhbət açacağım. Söhbət bu ilin may ayının əvvəlindən Mingəçevir şəhərində 2 Köçkün qəsəbəsində 9 mərtəbədən ibarət olun ki, Köçkün qəsəbəsində fəaliyyət göstərən ümumilikdə 4 məktəb, 2 uşaq bağçası və 1 tibb müəssisəsinin suyunun kəsilməsindən gedir. 6 ay müddət keçibdir, amma hələ də bugünə qədər sözügedən obyektlərin, sözügedən müəssisələrin su təchizatı təmin olunmuyubdur. Və mən bu vəziyyətlə bağlı buradan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edirəm. Çünki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun tabeliyində olan Qarabağ Regional Təhsil İdarəsi bugünə qədər problemin həlli istiqamətində heç bir addım atmayıbdır. Dövlət Su Agentliyindən mənə verilən məlumata görə onlar bütün hüquqi prosedurları yerinə yetiriblər, müvafiq sənədləşmələr hamısı başa çatdırılıbdır. Sadəcə olaraq Qarabağ Regional Təhsil İdarəsi bu məktəblərin balans saxlayıcısı kimi və bu məktəblər onun tabeliyində olduğuna görə gəlib həmin o problemin qısa müddətdə aradan qaldırılması üçün müəyyən işləri görməlidir. Amma nə yazıq ki, bugünə qədər bu problemin həlli üçün heç bir addım atılmayıbdır və burada ümumilikdə yaranan acınacaqlı vəziyyətin əsas mahiyyəti ondan ibarətdir ki, həm valideynlər, həm müəllimlər, həm texniki işçilər evlərindən məktəbdəki problemləri çözmək üçün su gətirirlər. Sanitar qovşaqlar evlərdən gətirilən su ilə təmizlənir. Eyni zamanda məktəbin təmizlik işi məhz valideynlərin əllərində getdiyi sularla təmizlənir. Və nəzərə alsaq ki, artıq payız mövsümüdür, infeksion xəstəliklərin yayılması qaçılmazdır. Artıq bu istiqamətdə müvafiq səhiyyə orqanları da öz xəbərdarlıqlarını eləyiblər. Deməli, məktəbin sanitar qovşağında, məktəbin ümumi xidmət sahəsində yarana biləcək təhlükəni, fəsadı hesab edirəm ki, şərh eləməyə gərək yoxdur. Bugün Qarabağ Regional Təhsil İdarəsi bu dərəcədə məsuliyyətsiz münasibət sərgiləməklə uşaqların fundamental hüquqlarını kobud şəkildə pozur. Bugün hər hansı bir qurumlar arasında yaranmış anlaşılmazlıq, qurumlar arasında işlərin düzgün şəkildə koordinasiya edilməməsi uşaqların hüquqlarının pozulması üçün əsas ola bilməz. Və bu biabırçı vəziyyətə, bu acınacaqlı vəziyyətə son qoyulmalıdır. Bugün artıq bütün müəllimlər də, valideynlər də, hər kəs boğaza yığılıbdır. Bu dərəcədə vətəndaşına, bu dərəcədə müəlliminə, bu dərəcədə şagirdinə, uşağına münasibət sərgiləmək hesab edirəm ki, heç bir Azərbaycanlıya, heç bir quruma yaraşmaz. Və mən sual eləmək istəyirəm. Qarabağ Regional Təhsil İdarəsi, onun rəhbərlik səviyyəsində təminatçısı rolunu həyata keçirən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi. Heç düşünürsünüzmü, hansı addım atırsınız? Ümumiyyətlə ortaya qoyduğunuz mövqenin arxasında dayanan məqsədlər nədən ibarətdir? Bax, bu bütün müəllim cəmiyyəti üçün olduqca qaranlıq qalan suallardır. Mən ümid edirəm ki, aidiyyatı qurumlara Elm və Təhsil Nazirliyi xüsusi göstəriş verəcəkdir və qısa müddətə yaranmış bu acınacaqlı, bu biabırçı vəziyyət aradan qaldırılacaqdır. Mən bir müəllim kimi buna ümid eləmək istəyirəm. Və bir məqamı da vurğulamaq istəyirəm ki, adətən bizim müvafiq dövlət qurumlarında istənilən hökumət strukturlarında belə bir fikir formalaşıbdır. Kim hardasa bir çətinliyi, hardasa bir sıxıntını, hardasa bir problemi gündəmə gətirəndə bu məsələyə siyasi don geyindirmək istəyirlər. Mən isə buradan bəyan eləmək istəyirəm. Mən 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu dövlətin, bu dövlətçiliyin qorunmasına bütün canımla, qanımla xidmət eləmişəm və bundan sonra da bu xidmətimi davam etdirəcəm. Amma siz bugün Yeni Azərbaycan Partiyasına da, bu dövlətə yanaşmanız da vəzifə kreslosundan, vəzifə sevgisindən irəli gələn yanaşmadır. Ona görə də bugün məsələyə başqa don geyindirməyin, vicdanınızı qarşınıza qoyun və 6 ay müddətində məktəblilərin, şagirdlərin, azyaşlı uşaqların üzləşdiyi vəziyyətlə bağlı heç olmasa vicdanınıza bir hesabat verin.